Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. MİQ imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün model sınaq 3, MİQ 2026. Müəllimləri sualların izahına keçməmişdən öncə hər model sınağın başlanğıcında olduğu kimi bu sınaqda da model sınaqlarımızın məqsədi haqqında 1-2 dəqiqə sizə məlumat vermək istəyirəm. Bizim kanalımızda kifayət qədər dərslərimiz, izahlarımız, əlavə sual izahları var. Model sınaqlarda hər dəfə vurğulayıram ki, məqsədimiz müəllimlərin imtahanda qarşılaşacağı yeni tip suallar, fərqli suallar, həcmi böyük suallar, şəkilli suallar, yəni belə deyək, şablon və standart olmayan suallar olur. Həmin sualların öhdəsindən gəlməkdir. Yəni məqsədimiz odur ki, müəllimlər artıq o tipli suallarla qarşılaşanda çətinlik çəkməsin. İmtahanda ümumiyyətlə 16-17 sual kifayət qədər normal düşür. 3-4 sual təbii ki, proqram daxilində, yəni Nazirliyin verdiyi çərçivə sənədi var. O çərçivə sənədində, amma biraz daha geniş, fərqli qoyuluşda, hər imtahanda da bunu görə bilərsiniz. Yəni, imtahanda iştirak edən müəllimlər etiraf eləyək və ya paylaşdığımız sualları görən müəllimlər etiraf eləsin ki, hər dəfə sizi yeni tipli sual qarşılayır. Bu müxtəlif məsələ növlərində ola bilər, faizdə ola bilər, yaşda ola bilər, sürətdə ola bilər və s. Təbii ki, sən o mövzu ilə bağlı təməl bilgiləri bilməklə yanaşı ən fərqli sualları da işləməlisən ki, imtahanda bir problemin qalmasın. Model sınaqlarımızda məqsədimiz bax sırf bundan ibarətdir. İndi keçək suallarımızın izahına. Ətraflı hər bir sualı sizlər üçün izah edəcəm. Birinci sualımız A, B və B, A 2 rəqəmli natural ədədlərdir. Verilən bərabərliyə əsasən aşağıdakılardan hansılar doğrudur? Və hər bir sualı, yəni ilk dəfə görəcəyiniz tiplərdir. Əksəriyyəti şablon və standart suallardan çalışmışıq. Kənar suallar olsun. Bu tipli ifadəni yazsaq, A, B çıxılsın B, A bərabərdir 45. Mövzu olaraq çərçivə sənədində olan birinci mövzuya uyğun gəlir. Ədədlərin yazılışı, oxunuşu, strukturu, mərtəbə, sinif. A, B, B, A 2 rəqəmli ədədlərdirsə, biz bu yazılışda bunları açmalıyıq. Açmaq dediyimiz mərtəbə toplananlarının cəmi şəklində yazmağımızdır, müəllimlər. A, B-ni yazarıq. 10A üstəgələk B. Çıxılsın 10B üstəgələk A bərabərdir 45. Burada mötərizədə ona görə yazdım ki, qarşıda mənfi var. Daha rahat belə yaza bilərik. A 10A üstəgəl B çıxılsın 10B çıxılsın A bərabərdir 45. 10A-dan 1A çıxanda qalır 9A çıxılsın 9B bərabərdir 45. A çıxılsın B bərabər hər tərəfini 9-a bölsək 5 bərabərliyini alırıq. Və təbii ki, burada A, B rəqəmlərdir. İndi biz görək hansı rəqəmlərin fərqi 5 eləyir. 9 çıxılsın 4 ola bilər. Sonra 8 çıxılsın 3 ola bilər. 7 çıxılsın 2 ola bilər. 6 çıxılsın 1. Çaşıb 1-dən 5 çıxılsın 0 da yaza bilərsiniz. Ehtiyac yoxdur. Çünki 5 çıxılsın 0 yazsaq 5 0 ola bilər. Amma burada ədəd 0 ilə başlaya bilməz. Ona görə demək bizim ala biləcəyimiz seçimlər bunlardır. İndi gəlin cavablara baxaq. Görək bu təkliflərdən hansılar doğrudur. Birinci təklifimizdə deyir ki, A üstəgəl B 13 ola bilər. Həqiqətən də 9 ilə 4-ü toplasa 13 ola bilən hal var. Yəni birinci doğrudur. İkinci suala baxırıq. A-nın ala biləcəyi 5 fərqli qiymət var. A-nın ala biləcəyi fərqli qiymət 1, 2, 3, 4. Bunlar düşünə 5-i yazan müəllimlər artıq səhv yazacaqdı ki, 5 dənə var, amma yox. 4 dənə A-nın qiyməti var, eləcə də 4 dənə B-nin qiyməti var. Demək, bu da səhvdir. Bu səhvdir daha doğrusu. Üçüncü təklifə baxırıq. Ən böyük B-A ədədi 94-dür. Burada siz A ilə B-ni çaşıb birdən biz A-ya 9 verəndə B 4 olur, 94 deyə bilərsiniz. Amma bizə A-B yox, B-A ədədi verib. Ona görə burada B-A ədədinin ən böyük qiyməti burada 49 olur, 94 yox. Demək, bu da səhvdir, çaşdırıcı ola bilər. Cəmi neçəsi doğrudur? Cəmi bir dənəsi doğrudur. Doğru cavab A. Yalnız 1. Bir də sizə bir şey vurğulayım. Bu standart və şablon suallardan uzaq deyəndə hər dəfə çətin sual anlamına gəlmir. Bax, bu sual həllinə görəndə yaxınlaşanda görürsünüz ki, qeyri-adi bir şey yoxdur. Ədədi mərtəbə toplananlarının cəmi şəklində açdıq, parçaladıq və təklifləri həll etdik. Amma sual özlüyündə sizlər üçün yeni tip bir sualdır. Yəni imtahanda sual düşəndə, yəni imtahandan sonra müəllim qarışıq bir sual düşmüşdü və s. Bax, bunu artıq deməyəcəksiniz. Gəldik ikinci sualımıza. İkinci sualda sürət məsələsi kimi düşünə bilərik. Maraqlı bir sualdır. Dostu ilə
görüşə gedən Nicat evdən çıxıb yolun 5-də 2 hissəsini qət etdikdə telefonunu evdə unutduğunu xatırlayır. Və sizə yadınıza salım ki, MiG 2025-də də bu tipli bir sual düşmüşdü, amma bundan qat-qat asan idi. Orada məsələn vacib sənədini evdə unutur və s. Burada biraz mühakiməmiz var, mühakimə yürütməyimiz var. Əgər Nicat geri qayıtmadan birbaşa görüş yerinə doğru davam etsə, görüş yerinə təyin edildiyi vaxtdan 2 dəqiqə erkən çatır, yəni 2 dəqiqə tez çatır. Əgər həmin nöqtədən evə qayıdıb telefonunu götürərək vaxt itirmədən yenidən yola çıxsa, bu dəfə görüş yerinə vaxtından 2 dəqiqə gec çatır. Buna görə Nicat evdən görüş yerinə neçə dəqiqəyə çata bilər. Və bu mötərizədə verdiyim sabit sürətlə hərəkət etmişdir. O deməkdir ki, Nicat geri qaydanda da, yoluna davam eləyəndə də sürətini dəyişmir. Gəlin bunu analiz eləməyə çalışaq. Demək, bu bizim evimizdir. Ev. Tutaq ki, evdən hər hansı bir görüş yeri. Burada yazıram ki, görüş yeri. Görüş yeri. Demək müəllimlər, bunu müxtəlif yollarla həll etmək olar. Daha uzun, uzadı, qarışıq və demək olar ki, həlin başa düşməkdə çətinlik çəkərsiniz. Amma sizlər üçün rahatlaşdıracağam. 5-də 2 hissəsi deyir. Demək, bu kəsirin məxrəcini əsasən biz yolumuzu götürəcəyik 5 kilometr. Müəllim, mən 5-ə bölünən başqa bir ədəd götürdüm. 15 götürdüm, 20 götürdüm. Heç bir problem yoxdur. Yenə də cavab doğru alınacaq. Yolu götürdük 5 kilometr. İndi 5-də 2 hissəsini qət etdikdə, demək, yolun 5-də 2 hissəsini qət etmək, yolun 2 kilometr məsafəsini qət eləməkdir. Onda qalan da bu hissədir 3 kilometr. Görün necə rahat. Burada tutaq ki, unutduğunu xatırlayır. Yəni, burada yadına düşür, telefon evdə qoyub. Əgər Nicat geri qayıtmadan birbaşa görüş yerinə doğru davam etsə, hərəkət eləsə, görüş yerinə vaxtından 2 dəqiqə erkən çatar. Görüş yerinə çatma vaxtını da mən T dəqiqə götürürüm. X də götürə bilərsən, amma zaman adətən T ilə işarə olunduğundan T götürək. Və əgər Nicat yoluna davam eləsə, yəni geriyə qayıtmır, yoluna davam eləyəndə 5 kilometr yol gedəcək. Bu 5 kilometr yolu hansı zaman kəsiyində gedəcək? 5 kilometr yolu gedir, 5 kilometr yolu gedir T minus 2 dəqiqədə. Bunu niyə belə yazdıq? İzah edirəm. 5 kilometr yol gedir, görüş yeri T idi. Amma 2 dəqiqə tez çatır. Məsələn, tutaq ki, görüş yerinə 18:00-da çatırsa, 2 dəqiqə tez nə deməkdir? 17:58. Ona görə görüş yerindən 2 dəqiqə çıxdım. Tamam, keçir indi növbəti kulminasiya hissəsinə. Əgər Nicat həmin nöqtədən, yəni bu nöqtədən evə qayıtdı evə, telefonu götürərək vaxt itirmədən yenidən yola çıxsa, demək bir də geriyə qayıtdı. Onda burada bu nə qədər gedəcək? 2 burada gəlmişdi, 2 geriyə qayıtdı, 2 təzədən geriyə qayıtdı. 3 dəfə 2, 6, 3 də burada 9 kilometr. Bax, diqqət edəcəyimiz məqam budur. Bunu hardan anladınız? Baxın, 2 kilometr gəldi. Bunu burada qıraqda göstərirəm sənə. Telefonu unutduğunu burada xatırlayır. Geriyə qayıtdı. 2 kilometr. Təzədən telefonu götürdü. Təzədən bura qayıtdı. Nə qədər? 2 kilometr. 6 kilometr elədi. 3 kilometr də burada var idi. 6, 3, 9. Demək onda 9 kilometrdə gedəcək nə qədər? Təyin olunan vaxtdan 2 dəqiqə gec. Demək, T üstəgələk 2 dəqiqə. Bunu bu formada tənasüb kimi də çarpaz formada vurub həll eləmək olar və ya biz burada sabit sürətlə sözünü vermişiksə, onda belə çıxır ki, bu məsafənin bu zamana bölünəndə aldığı sürət bərabərdir. Bu 9 kilometrin bu zaman kəsiyinə aldığımız sürətə bərabərdir. Bunu niyə belə yazdıq? Cavab. Bu nədir bizim üçün? S. Bu nədir bizim üçün? Zaman T. V nəyə bərabərdir düsturumuzda? S bölünsün T. Və görürsünüz, düstur hamı əzbər bilir, amma düsturun təyinatını bilmək məsələ həllərində önəmlidir. Və buradan bərabərlik yazandan sonra çarpaz formada vurub həll edə bilərik. 5-i vursaq bura, 5 vurulsun, T üstəgələk 2. 9 vurulsun, T çıxılsın 2. Bu eləyər 5T üstəgələk 10 bərabərdir, 9T çıxılsın 18. Sağa sola keçirsək, 4T bərabər 28, T də bərabər 7. Tez qaçıb 7-ni götürmürsünüz. Bizə deyir ki, buna görə Nicat evdən görüş yerinə neçə dəqiqəyə çata bilər? Yəni geri qayıtmadan, normal şəkildə telefonu unutduğunu xatırlayır, amma qayıtmır geriyə. O zaman biz cavab 7 götürmürdük. Normal, yəni görüş yerinə geri qayıtmayıb birbaşa görüş yerinə doğru davam etsəydi sabit sürətlə, hansı zaman kəsiyində gedəcəkdi? T çıxılsın 2. T-ni 7 tapmışdıq. 7-dən də 2-ni çıxanda bərabərdir 5 dəqiqə.
Doğru cavab. A variantı mükəmməl bir sual idi. Bunu x ilə də 2 dənə dəyişən də daxil edib həll eləmək olar. Amma o bizim işimizi daha da çətinləşdirər. Burada məsələ bizim üçün tam aydınlaşır. Yaxşı müəllimlər. Növbəti sualımız mühakimə ilə bağlı maraqlı bir sualdır. 3'ü 24'dən az olmamaqla 5 fərqli 2 rəqəmli natural ədədin cəmi 116'dır. Bu ədədlərdən ən böyüyü ən çox neçə ola bilər? Neçə dənə ədəddən söhbət gedir? 5 dənə. 1, 2, 3, 4, 5. Cəm bərabərdir 116. Bizə deyir ki, bu ədədlərin ən böyüyü ən çox neçə ola bilər? Ən böyüyü ən çox x. Biz bilirik ki, mühakimə məsələlərində məndən ən böyüyü ən çox neçə ola bilər soruşulanda uyğun şərtlər daxilində bu ən çoxdursa, digərləri ən kiçik olmalıdır. O zaman digərlərini ən kiçik götürəcəm. Ən kiçik neçə götürə bilərəm? Amma burada da mənə başqa bir şərt verib. Siz burada gözünüzü yumub 10, 11, 12, 13 götürsəz, burada bunun demək olar ki, çoxu 24'dən az olacaq. Amma burada bizə deyir 3'ü 24'dən az olmamaqla. 24'dən az olmamaqla deyəndə biz digər onda nə götürə bilərik? 24 götürə bilərik. Ən az. Sonra götürə bilərik 25 üstə gəlir. Bizə 3'ü deyir. Mənim tapdığım ədəd yazıram bura onsuz da 24'dən böyük olacaq. Və burada da 3'ü deyirsə mən digər ikisini də 24'dən az olmamaqla götürürəm. Şərtim ödənir. Digərlərini də 10 üstə gələk 11 üstə gələk x. Müəllim, mən başa düşmədim. Mühakimə adından məlum olduğu kimi elə bir bölmədir ki, bu əzbər yox, mahiyyətini dərk etmək lazımdır. Kanalda da bundan bağlı geniş dərslər var. Bir də təkrar edin. Bir də burada digər məsələ. Az olmamaqla sözü müəllimləri çaşdırır. Götürürlər 25-26. Diqqətli olun. Bizə demir ki, 24 ola bilməsin. Bizə deyir 24'dən az olmamaqla. Demək 24'ün özü ola bilər. 24'dən az olmamaqla sözü ilə 24'dən böyük sözü Azərbaycan dilində tamam bir-birindən fərqli məna ifadə edir. Biz 24'dən böyük desək, 24'ü götürə bilmərik. Amma 24'dən az olmamaqla deyirsə, 24'ü götürürük. Digərini 25 götürdük. İndi deyə bilərsiniz, müəllim, bəs digər ikisini niyə kiçik ki 10-11 götürdünüz? 2 rəqəmli. Biz bunu ən çox tapmalıyıq axı. Bunları ən kiçik götürək. Bəs onda yaxşı 24-25'ni niyə kiçik götürmədik? Bəs burada bu şərt də var axı. Burada biz digərini 10-11 yox, 10-10 götürə bilərdik, amma fərqli dediyinə görə. Bunları da toplasaq müəllimlər 70 eləyir. Üstə gələk x bərabərdir 116, x də bərabərdir 46. Demək bu şərt daxilində bizim yaza biləcəyimiz ədədlər 46-dır. Həqiqətən də 3'ü 24'dən az deyil. Və eyni zamanda da şərtə uyğun ən kiçikdir. Ən çox biz 46'ını tapdıq. Doğru cavab Y variantı. Növbəti maraqlı həm də sualıdır. Çox maraqlı bir sualdır. Aşağıdakı kvadrat şəkildə göstərildiyi kimi 9 müxtəlif düzbucaqlıya bölünmüşdür. Bu düzbucaqlının perimetrləri cəmi 180 santimetrdir. Böyük kvadratın sahəsi neçə kvadrat santimetr olar? Yəqin ki, bunu bu formada görüb deyirsiniz elə 180'i 9'a bölək, 20 tapdınız. Sonra nə edəcəksiniz? Birinci onu niyə elə bölürsünüz? Çünki burada bizə eyni düzbucaqlılar verilməyib. Tamam fərqli figur düzbucaqlarda hamısı bir-birindən müxtəlifdir. Şərtdə də bunu vermişik. Bunun həll qaydası necədir? Çox gözəl bir sualdır. Bu böyük kvadratın tərəfləri A. Qeyd elədik müəllimlər. Biz nə demişik? Perimetrlər bütün xətlərin cəmi deyil. Yəni kənar ölçülərin cəmi deyil. Demək 4A'mız burada var. Üstə gələk. Bundan işimiz bitmir. Baxın müəllimlər. Bax bu xəttimiz burada var. Bu xətt buradadır. Bu xətt buradadır, amma bunun uzantısını da bura çəksək, yəni elə bil burada bunu yox, burada xəyali olaraq burada təsvir eləsək, qırıq-qırıq bunu bax burada qeyd edirəm. Bu da onda bir aya bərabərdir. Bəli, aya bərabərdir. Yaxşı. Və ya bax bunu da bura çəksək, onda bunu da bura çəkə bilərik, bəli. Çünki bu da kvadratın tərəfinə bərabərdir də, onda bu xətt demək bura ilə bura bir-birinə bərabərdir, bura ilə də bura bir-birinə bərabərdir. Demək onda daxildə 2 nə var? Daxildə 2 üfüqi xətt var. Üfüqi xətt var. Daxildə 2 dənə üfüqi xətt var. Onda yazıram 2A. Üstə gələk. İndi daxildən keçirik şaqüllərə. Daxildə nə var? Bu 1A, çünki kvadratın tərəfinə söykənir. Bu da 2A. Üstə gələk 2A.
Bərabərdir 180 yazırıqmı? Xeyr. Çox incə məqam haradır? Üstə gələk. Bunu biz birbaşa 4A yaza bilərikmi? Demək bu 4A nədir? Daxildə olan üfüqi və şaquli xətlər. Müəllimlər, burada hər birini biz 2 dəfə sayacağıq. Perimetr olduğuna görə. Niyə? Bax sizə bunu aydın göstərmək üçün bax bu fiqurlar yoxdur. Bu fiqurları ikisini kənarda çəkirəm. Bu fiqur bu fiqurlardan ibarətdir. Buradan və buradan. Bu burada 2 dəfə sayılmalıdır axı. Çünki biz bu xətti bax bunu bu tərəfə birləşdirəndə və ya bax bu yuxarıdakı fiqura da aiddir, bura da aiddir. Buradakı bu xətt burada aiddir, burada aiddir. Bu xətt burada aiddir, bura aiddir. Eləcə də bunlar, eləcə də şaqullar. Ona görə daxildəki xəttləri 2-yə vuracaq. Bir 4A olduğuna görə bir dənə də 4A'mız olacaq. Və ya 4A idisə 4A'nı 2-yə vuranda elədi 8A. Bərabərdir 180. Bax məntiq bundan ibarətdir. Uzatmağa ehtiyac yoxdur. Dedik bunun tərəfləri A-dır. Bunun bu tərəfində çəkdiyi onda burada 1A-dır. Amma bundan 2 dənə var. Çünki bu tərəf burada aiddir, burada aiddir. Perimetr olduğuna görə. 12A bərabərdir 180. A bərabərdir 180. 12-yə böləndə nə alırıq? 180 12-yə böləndə 15. Tərəf 15-dir. 15-i də 15-ə vuranda, çünki bizdən böyük kvadratın sahəsini soruşur. 15-i də 15-ə vuranda elədi 225. Doğru cavab müəllimlər C variantı. Sadəcə və sadəcə nə etmək lazımdır? Olduqca diqqətli olmaq lazımdır. 5-ci sualımız qalıqlı bölmə ilə bağlı yeni tip bir sualdır. Kanalda yerləşdirmişəm. Qalıqlı bölməyə düşündürücü suallar video izahımız var. Orada ətraflı qeyd olunub. Aşağıdakı bölmə əməlində bölən ilə natamam qismət yerlərini dəyişə bildiyinə görə. Demək bu məsələndə özəyi bax buradır. Nə zaman? Bölünən, bölən və natamam qismət. Nə zaman bura ilə bura yerini dəyişə bilər? Biz bilirik ki, qalıq hər zaman böləndən kiçikdir. Natamam qismətdə bura gələndə bu belə olmalıdır da. A bölünsün, elə bil 17 çıxılsın. B bölünsün, B üstə gələk 4, burada da 7. Onda belə çıxır ki, qalıq natamam qismətdən kiçikdirsə, bölənlə natamam qismət yerini dəyişə bilər. Demək, onda bizim 2 dənə halımız var. Qalıqlı bölmə əməlində ən vacib cümlə hansıdır bilməli olduğumuz? Bölən hər zaman qalıqdan böyükdür və ya qalıq hər zaman böləndən kiçikdir. Bölənimiz burada B üstə gələk 4 böyükdür 7-dən, B böyükdür nədən? 3-dən. İndi burada da eyni məntiq. Yenə 17 çıxılsın B böyükdür 7-dən, yəni qalıqdan. B bu bir tərəfə keçir, 7 də bu tərəfə keçir, qalır 10 böyükdür B-dən. Bunu belə yaza bilərik. B böyükdür 3-dən, 10 kiçik, bunu belə yaza bilərik də. B kiçikdir 10-dan. Başqa cür B 3-dən böyük 10-dan kiçik. Bunu 2 qat bərabərsizlik şəklində belə yaza bilərik. B böyükdür 3-dən, kiçikdir 10-dan. Və ya 3-dən böyük 10-dan kiçik ədədlər hansılardır? 3-dən böyük 10-dan kiçik olan ədədlərimiz hansılar olacaq? 4, 5, 6, 7, 8, 9. Bizdən də neçə fərqli qiymət ala bilər soruşur. Müəllimlər, burada cavablarda, variantlarda bu səhvlik düşüb. 6-dır, 7-dir, 8-dir, 9-dur, 10-dur. Yəni burada cavablar belədir. 1, 2, 3, 4, 5, 6. Neçə dənə var? A variantı 6 dənə həll var. Yəni bu PDF olaraq sizə göndəriləcək təqdirdə bir problem olmayacaq. Yəni 6 dənədir. Burada biz cavab variantları başqa ədədlər düşün. Yaxşı müəllimlər. Bunu da başa düşdünüz. Yəni bölən ilə natamam qismət yerini dəyişə bildiyinə görə demək burada qalıq həm böləndən kiçik olur, həm də natamam qismət. Yəni 2 dənə bərabərsizlik qurub bunu həll edirik. Növbəti vacib və gözəl suallarımızdan biri demək, həcmləri müxtəlif və tamamilə su ilə dolu olan A, B və C qablarının dibində suyu axıdan kranlar yerləşir. Bu kranların suyu axıtma sürətləri bir-birindən fərqlidir. Qabların tam boşalma müddətləri və həcmləri aşağıdakı cədvəldə göstərilmişdir. Burada bir problem yoxdur. Və bizə deyir ki, B və C qablarının kranları eyni anda açılır. 30 dəqiqə sonra C qabının kranı bağlanır. Eyni anda qabının kranı açılır. Burada yanıltması kimi ola bilər. Biz əvvəlcə nəyi tapacağıq? Sürətləri tapacağıq. Baxın, tam olaraq verilənlər hansılar da var. Hansı qab da var? C qabında həm boşalma müddəti verilib, həm də həcmi verilib. Onda biz 1 dəqiqədə neçə millilitr su boşalır onu tapa bilərik. 960-ı bölərik 120-yə bərabərdir. 8 dəqiqə bölünsün
millilitr. Yəni 1 dəqiqədə 8 dəqiqə, daha doğrusu millilitr bölünsün dəqiqə. Millilitr bölünsün dəqiqə. Yəni 1 dəqiqədə 8 millilitr su boşaldır. İndi müəllimlər, bax, nə edəcəyik? Hər qab kranı neçə dəqiqə açıq qalır? Hər qabın kranı neçə dəqiqə açıq qalır? Qabları bura yazıram. Baxaq. Bizə deyir ki, B və C kranları eyni anda açılır. 30 dəqiqə sonra C qabının kranı bağlanır. Onda belə çıxır ki, C qabı 30 dəqiqə su axır. C qabından. Yaxşı. Yuxarı qalxaq B qabına. B qabına baxaq. 30 dəqiqə sonra C qabı bağlanır. A qabının kranı açılır. A qabının kranı açıldıqdan 40 dəqiqə sonra, demək 30 dəqiqə buradan B qabı işləyirdi. B qabının kranı daha doğrusu. A qabının kranı açıldıqdan 40 dəqiqə sonra da bağlanacaqsa, 30 üstə gəl 40 bərabərdir 70 dəqiqə. 70 dəqiqə su axır. Gəldik A qabından. A qabından nə qədər su axacaq? Bax, diqqət edirik. A qabı açıldıqdan 40 dəqiqə sonra bağlanır. Demək, A qabından da 40 dəqiqə. Hər biri məlumdur. İndi gəlin, vaxtları bilirik müəllimlər. Sürətləri tapaq. C qabının sürəti nə qədər oldu? 8 millilitr bölünsün dəqiqə. B qabının sürəti nə qədər olacaq? Sürəti necə tapırdıq? Həcmi bölürdük. Bir dəqiqədə neçə dəqiqədə boşalmasına. 1200-ü böləcəksən A-ya. Demək, bunun sürəti 1200 bölünsün A-dır. Bəs A qabının həcmi nə qədərdir? X bölünsün 80. Sürəti. Yəni, 80 dəqiqədə X millilitr su boşalırsa, 1 dəqiqədə nə qədər boşalır, onu tapırıq. 1 dəqiqədə C qabından 8-dir. Çünki tamdır burada hər ikisi. B qabından 1200 bölünsün A-dır. A qabından da X bölünsün 80. İndi hər biri məlumdur. Gəlin, yerinə yazıb hesablayaq. Bizə deyir ki, son vəziyyətdə A, B və C qablarında qalan su miqdarları bərabər olduğuna görə. Gəlin görək, ən dəqiq burada C qabını bilirik. C qabında nə qədər qalır? C qabının həcmi 960 idi və bir dəqiqədə 8 millilitr su axırdı. C qabından ümumilikdə nə qədər su axıb? C qabından 30 dəqiqə su axıb. Onda gəlin C qabını hesablayaq. 960 çıxılsın, 30 vurulsun 8-ə. Bu da eləyir 240, 960-dan 240 çıxanda qalır 720 millilitr. C-də qalan. Əslində müəllimlər, burada bax görürsünüz, nə trigonometri həll edirik, nə loqaritmı həll edirik. Sadəcə olaraq bildiyimiz bir ədəd məsələsidir. Sadəcə geniş düşünmək lazımdır, geniş analiz eləmək lazımdır. C qabında qalan. İndi C qabında qalan digər qablarda qalanlarla bərabər olacaq. Bütün qablarda. Hamısını bu 700 qalanı bu 720-yə bərabər edib tənliyimizi həll edəcək. A qabına baxaq. A qabında nə qədər qalır? A qabında qalan nə qədər, ümumi nə qədər idi? X. Sürət nə qədər idi? X bölünsün 80. Yəni 1 dəqiqədə nə qədər su axırdı? X bölünsün 80. Bəs A qabından neçə dəqiqə su axıb? A qabından 40 dəqiqə. Vurulsun 40. 40 ilə 80 gedir, qalır 2. X çıxılsın 2-də 1x bərabərdir 2-də 1x. A-da qalan. Bura yazıram A-da qalan. İndi A-da qalan 2-də 1x-dir, C-də qalan 720. Hamısı bir-birinə bərabərdir? Bəli. 2-də 1x bərabərdir 720. Hər tərəfini 2-yə vuranda, x 2-yə vuranda 720-yə nə qədər eləyəcək? 1440. Demək, x-i tapdıq. İndi gəldik B qabına. B qabında nə qədər qalır? B qabının ümumi həcmi 1200 idi. Bir dəqiqədə nə qədər su axırdı? Bura yazdığımız 1200 bölünsün A. 1200 bölünsün A. Bəs B qabından neçə dəqiqə su axırdı? B qabından 70 dəqiqə. Vurulsun 70. Bu da bərabərdir. Bunu sadələşdirsək 1200 çıxılsın A-da 1200-də 70-ə vuranda 84.000. Demək, B qabında qalan budur. Bunu da bərabər eləyəcəyik C-yə. Çünki tam olan C-dir və ya 1440-a da bərabər eləmək olar. Hamısının onsuz da eynidir. İndi gəlin baxaq. Daha doğrusu buna 2-də 1x-i yerinə yazıb 720-yə də bərabər. Yenə də eyni şeydir. Bərabər eləyəcəksə 1200 çıxılsın 84.000 bölünsün A bərabərdir 720. Çünki
C-də qalan 720 idi, hamısını 720-yə bərabər eləyirik. Buradan sadə tənlik kimi həll eləsək, 84.000 daha doğrusu bölünsün A bərabərdir 1200-dən 720-ni çıxanda nə qədər qalır? 480. Buradan da hər tərəfin aya vurub və ya 84.000-i 480-ə bölməliyik. A burada məhsul bölünən böləndir. Məhsul böləndir. Buradan yazsaq A da bərabərdir 84.000-i 480-ə böləndir. Elədi nə qədər? 175. A-nın da qiymətini 175 tapdıq. X-in də qiyməti 1440 idi. Ən sonda bizdən A üstəgələk X-i soruşur. 1440 üstəgələk 175. Bu da bərabər eləyir 5, 7 ilə 4, 11. Bir yadda 5, 6, 1615. Doğru cavab C. Yəni müəllimlər, bu məsələni sən bax bu formada analiz eləyəndən sonra demək sənin tənlik qurmaqdır. Sonra geniş bir ədəd məsələsini düşünməkdir, analiz eləməkdir. Orada bir problemin qalmır. Neynədik biz? Bir də təkrar edirəm. Hər bir qabın sürətini tapdıq. 1 dəqiqədə. Sürət nə deməkdir? 1 dəqiqədə nə qədər su boşaltdığını. 1 dəqiqədə C qabından 8 boşalır. B qabından 1200 böl A. A qabından X bölünsün 80. Sonra da hər birinin dəqiqəsini vurduq bura. Yerdə qalanları da bir-birinə bərabər elədik. 7-ci bərabərsizlikdə X-in ala biləcəyi qiymətlərin cəmi məndən soruşulur. 2, 3. Bunu bu tərəfdə də sol tərəfə də toplaya bilərəm. Və ya hər tərəfini 2-yə, 3-ə eyni zamanda bölünən ədəd nədir? 6. Hər tərəfini 6-ya vuraq. Bu tərəfi 6-ya vuranda 2 ilə 6 gedir, qaldı 3x. 3x üstəgələk. Bu tərəfi 6-ya vuranda 3 ilə 6 gedir, 2. 2x üstəgəl 1-ə vuranda eləyir 2x üstəgələk 2. Yəni, adi qaydada 6-nı məxrəcə bölüb sürətə vururuq. Kiçikdir 6-nı 5-ə də vuranda 30. Və bu sadə bərabərsizliyi həll edəcəyik. 5x kiçikdir 28-dən və burada müəllimlər x kiçikdir 5-də 28. X kiçikdir 28 5-ə bölünmür. 5/6 eləyir, yəni onluq kəsirlə və ya bunu belə yazaq. 5/5-də 3. Və burada da deyir x natural ədəddir. Ədəd oxu kimi düşünsək bunu, burada 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir, burada da 6-dır. 5/5-də 3, 5-dən 6-nın təxmini 5 yerə bu hissələrə düşür. Bizə natural deyilsə, demək buradan bu tərəfə olan bütün ədədlərdə də 1 ödəyir. Yəni x kiçikdir 5/6 deməkdir. 5/6-dan kiçik olan ədədlər hansılardır? 1, 2, 3, 4, 5-in özü. 5 olsaydı, 5-dən 4 kiçik 4-ü götürəcək. 5 tam neçədirsə, demək 5-in özünü biz götürə bilirik. Neçə dənə cəmini soruşur bizdən. Bunun da cəmi 1, 2, 3, 4, 15. Doğru cavab müəllimlər elədi C variant. Növbəti sualımız 8-ci sual. Faiz məsələsidir. Çətin bir məsələdirmi? Xeyr. Amma etiraf eləyək, müəllimlərdə sual fobiyası deyilən bir şey var. Bu, hər zaman sualı bilməməyindən yox, sualın quruluşundan. O sualın şəkli varsa, cədvalı varsa, bax onun qorxusundan bəzən müəllimlər suala yanaşı getmir. Təbii ki, bu da böyük bir problem yaranır, yaşandırır müəllimlərə və nəticə olaraq həmin sualı cavabsız qoyurlar ya da səhv yazırlar. Ona görə sualın quruluşundan qorxmaq lazım deyil. İllərdir mən müdavimlərə, tələbələrimizə bax bunu aşılayıram. Aşağıdakı bu daha sadə bir məsələdir. Sadəcə quruluşu fərqlidir, cədvəl üzərində ifadə olunub. Aşağıdakı cədvəldə Zəhranın 3 gündə həll etdiyi sualların bölgüsü verilmişdir. Gündə həll edilən sual sayı ədədinin 1-ci gün 160, 2-ci gün 120, 3-cü gün. Zəhranın gündəlik həll etdiyi sual saylarında 1-ci gün 20% azalma, 2-ci gün 20% artım, 3-cü gün isə 20% artım tətbiqləri, dəyişiklikləri tətbiq edildikdə, yəni adamın planında belə idi. Adam gündəlik rutini deyək, həmin o gündəlik həll elədiyi sual sayında dəyişiklik eləyir. 1-ci gün azalma verir, 2-ci gün artım verir, 3-cü gün artım verir. Bu dəyişikliklər tətbiq ediləndə 3 gün ərzində həll etdiyi ümumi sayı dəyişmir. Yəni əvvəl necə dəyişirdisə, necə idisə indi də elə. İndi gəlin biz onda Zəhranın bu dəyişikliklər tətbiq olunmamışdan öncəki halına baxaq. Görək onda neçə sual həll eləyir. 160 üstəgələk 120 üstəgələk A, bu da bərabərdir 280 üstəgələk A.
İndi keçirik bu tətbiqlərin, daha doğrusu bu dəyişikliklərin tətbiq olunduğu hala. Birinci günə 20% azalma. 160-ın 20% azalması. Bax, gözəl bir sualdır. Faiz məsələsini bilmək, həm azalmanı, həm artımı, sonra bunu sualda tətbiq eləmək üçün gözəl bir sualdır başa düşməyiniz üçün. Birinci gün 20% azalma. 160-ın 20% azaltmağı, 160-ın 20%-ni tapıb 160-dan çıxmaq deməkdir. Və ya elə birbaşa 160-ın 80%-ni tapmaq deməkdir. Bölünsün 100. Sıfırlar gedir. 16-nı 8-ə vuranda elədi nə qədər? 16-nı 8-ə vuranda 128. Buraya yazıram birinci gün. İkinci günə baxırıq. 120 və 20% artım. 20% artım nə deməkdir? 120-nin 20%-ni tapıb 120-nin üzərinə gələ bilərik. Və ya 20% artım ilə 120%-ni tapmaq deməkdir. Bölünsün 100. Sıfırlar gedir. Bu da bərabərdir 144. Burada yazıram ikinci gün. Üçüncü gün nədir? Üçüncü gün adı və üçüncü günə 20% artım verir. Yenə də A-nın 120%-ni tapanda bu da bərabər eləcək yoğunluq kəsirini çevirsək 1,2A. Onda dəyiş, bu da üçüncü gündür. Dəyişikliklər tətbiq edildikdən sonraki vəziyyət necədir? 128 üstə gələk 144 üstə gələk 1,2A. Bu da bərabərdir 128 ilə 144-ü toplasaq eləyər nə qədər? 272 eləyir də bu. 272 üstə gələk 1,2A. İndi nə deyir bizə? 3 gün ərzində həll etdiyi ümumi sual sayı dəyişmir. Yəni bu 280 üstə gələk A bərabərdir. Bu 272 üstə gələk 1,2A. A keçir bu biri tərəfə, 272 keçir bu bir tərəfə. 8 bərabərdir. 1,2-dən də biri çıxanda qalır 0,2A. A da bərabərdir 8 bölünsün 0,2. A da bərabərdir 40-a. A-nı bərabərdir 40-da. Bizdən isə A-nın rəqəmləri cəmini soruşur. 40-ın da rəqəmləri cəmi 4 üstə gəl 0 bərabərdir 4. Doğru cavab B variantı. Növbəti kəsirlərin müqayisəsindən bağlı maraqlı bir sualdır. Biz kəsirləri müqayisə eləmək üçün demişik ki, müəllimlər, ya bunu məxrəci bərabərləşdiririk, ya sürəti bərabərləşdiririk. Amma burada gördüyümüz zaman məxrəci sürəti bərabərləşdirmək bizim kifayət qədər vaxtımız alır. 73 ilə 47 sadə ədəddir. Bunları bərabərləşdirmək üçün bir-birinə vuraq, sonra onları tezdən 49-a vuraq. İşimiz çox çətinə gələr. Və burada bizim müqayisə üçün bir neçə sadə qaydamız var. O qaydalardan birini burada tətbiq eləmək olur. Biraz diqqətlə baxsaq suallara görərik ki, adətən bu məxrəcləri və sürətləri biraz uyğun olmayan ədədlər olanda, yəni böyük ədədlər olanda burada bir hiylə gizlənir. Baxın, sürət və məxrəcin arasındakı fərq nə qədərdir? 4. Burada 4, burada 4. Qaydanı yadımıza salırıq, dəyərli müəllimlər. Sürət və məxrəci arasındakı fərq eyni olan düzgün kəsirlərdə hansı idi? Məxrəci sürətindən böyük olan kəsirlər. Düzgün kəsirlərdə məxrəci böyük olan böyük, məxrəci kiçik olan kiçik olur. Hansı kəsirlərdə sürət və məxrəcin arasındakı fərq eyni olsun, burada görürük, və düzgün kəsir olsun. O zaman burada ən kiçik kəsirimiz olacaq məxrəci 47 olan, yəni C kiçikdir A-dan, bu da kiçikdir B-dən. Belə bir cavab harda var? Belə bir cavab var D variantında. Növbəti suala baxırıq müəllimlər. Növbəti sualımız da müəllimlərin son imtahanlarda çətinlik çəkdiyi fəza fiqurlarla bağlıdır və biz standart fəza fiqurundan daha çox bu əvvəl kəsib çıxarmalarla bağlı suallarımız var digər sınaqlarda. Bu da biraz fərqli görsənən bir sualdır. Amma bir prinsip olaraq çətin bir sual deyil. Aşağıdakı şəkildə tilləri 38, 33 və 16 sm olan kuboid formasında hazırlanmış bir beton gülqabı göstərilmişdir. Beton gülqablar olur, bu parklarda olur, bağ yerlərində olur, betondan olur, daş, içinə torpaq tökülür, güləklər. Yəni bunu vizual olaraq təsvir edə bildiniz hər halda. Bu gülqabının həm yan divarlarında, həm də alt hissəsindəki betonun qalınlığı 4 cm-dir. Buna görə gülqabının daxili həcmi neçə kub santimetrdir? Yəni bunun içinin həcmimizdən soruşur. Və burada da ölçülər göstərilir. Diqqət edəcəyik nəyə? Bu biraz xalça kəsim məsələləri var idi kənarlardan. Baxın, qalınlıq buradan bura qədərdir də müəllimlər. Bax, bunun bütövlüyü burada 38 göstərilib. Amma mən buradan 4 cm, buradan 4 cm kəsəndə onda uzunluğu necə taparam? 38 çıxılsın 2 vurulsun 4. Bərabər 30 cm. 8, 38-dən 8 çıxıldı 30. Uzunluq. Demək, mən bax, bunun bu içərisindəki qabı hesablayıram. İçərisindəki qabı da qoy burada kənarda çəkim. İçərisindəki qab dediyimiz boşluqdur da, içərisindəki boşluq.
Belə düşünək ki, bu bunun içərisindəki boşluqdur. Yaxşı. İndi buradan bildik. Buradan 4, buradan 4. İndi gəlin n-ə baxaq. N-imiz buradan 4, buradan da 4. N 33'dür. Onda 33 çıxılsın 2 vurulsun 4. 8. 33'dən də 8'e çıxanda bura qalır 25 santimetr. Bura uzunluqdur. Bura da n'dir. Demək onda bax bu içərisindəkinin uzunluğu 30'dur. Yəni bura yazıram 30. Burada yazıram nə? 25. Əla. Qoy bunu burada kənarda çəkim rahat. Demək müəllimlər, baxın budur bizim içərisindəki boşluğu dediyimiz. Bunun ölçüləri də bax bulardır. Biz buranı 30 tapdıq. Yəni bu hissə 30'dur. Bu n. Uzunluq daha doğrusu burada 25, bura 30. İndi qaldı bizə hündürlük. Hündürlükdə biraz diqqətli oluruq. Hündürlükdə nə deyir? Alt hissəsindəki beton qalınlıq. İndi bunu bax bu görünməyən tərəfində, bax bu görünməyən tərəfdə, buradan da belə çəkirik, buradan da belə çəkirik. Bax görüm içi bunun bu deməkdir əslində. Baxın, buradan da belə çəkdik. Bax buradan belə çəkdik. Buradan aşağı, buradan aşağı, buradan beləsinə, buradan belə, bax buradan belə. Bunun içərisində budur. Bunun aşağısında da 4 cm var axı. Bax burada bu hissə də 4 cm-dir. Amma yuxarısından çıxmayacaq. Yuxarısı bunun elə açıqdır. Demək bu hündürlükdən 16-dan sadəcə bir dənə 4 çıxacaq. Bərabər də 12 cm. Bu hissədə yazıram alt hissə. Yəni onda alt hissə, daha doğrusu alt hissədən 4'ü çıxdıq hündürlük. Ya daha doğrusu hündürlük. Onda burada nə qədər eləyir? 16-dan 4'e çıxanda 12. Demək müəllimlər, bu kənarda aldığımız bu içi, yəni burada sənin üçün çəkirəm, bir də bunun ölçüləri belədir. Bura 30'dur, bura 25'dir, burada 12'dir. Hər tərəfdən yanlardan 4, 4, 2 dəfə çıxdıq. Oturacaqdan isə bir dənə 4'e çıxdıq. Çünki üstü ait deyil ki, bir dənə oturacağı betondur. Bu oturacaqdan 16'dan 4'e çıxacaqsan, onda boşluq, yuxarı boşluq, 16'dan 4 çıxanda 12 qalır. Və bizdən bunun daxili həcmini soruşduğuna görə 30 vurulsun, 25 vurulsun, 12. 30 25'e vurub, sonra da 12'ye vuranda 750 eləyir. 750'ni də 12'ye vuranda 900 kub santimetr. 9000 daha doğrusu. 9000 kub santimetr. Doğru cavab C variantı. Buyurun müəllimlər. Model sınağı üçün sonuna gəldik. Sualların hər birini, belə deyək, ciddi hazırlaşan bir müəllim, özünü təkmilləşdirmək istəyən bir müəllim, onsuz da suallara baxanda sualların necə fərqli, proqrama uyğun olaraq təbii ki, necə fərqli, necə düşündürücü və necə əmək sərf olunduğunu görəcək. Suallara baxarsınız, özünüz neçəsini yaza bildiyinizi də videonun rəy bölməsində qeyd edərsiniz. Həmişə dediyim kimi, burada biz daha çox neçə səhv, neçə düz məntiqindən yox, sınaqlarımızın sizə nə öyrətdiyi tərəfindən baxırıq ki, bu sınaq səndə hansı fobiyanı aradan qaldırdı, yeni suallara necə yanaşma var, onu necə öyrətdi, bax, məqsədimiz bunlardan ibarətdir. Sağ olun dəyərli müəllimlər, növbəti izahlarımızda görüşərik, hələlik.